İftar üçün hər şeyi hazırladım. Baxın, burada bilinciklər hazır oldu. Bilincikin içliyini də hazırlayıram. Kərə yağında toyuğun sinəsini bir də 2 ədəd köz rəndələdim. Belə. Burada vermişilim, düzün deyim, tutarmışdı. Vaxt yoxdur markete getməyə, uşaqlar da oruçlu getmirlər. Dedikdə spagetini götürdüm, biraz balaca formada doğradım, qovurdum və üzərinə əlavə edirəm belə. Yəni evdə vermişliyiniz yoxdursa bu qayda ilə eləyə bilərsiniz. Yəni eyni şeydir də, sadəcə bundan biraz kiçikdir. Baxın, normal da alınır, ləzzətli. Hazır, baxın. Heç vermişlikdən fərqlənmədi spagettilərim. Əla alındı. Biraz və hər qatına da yağ əlavə edirəm. Nehrə yağı, əsl. Üzərinə də biraz sarı kök əlavə edib dəmə qoyuram. Hazır bu da. Şu qoydum dəmə. İndi üzərinə də kənd çorbası qızardacağım. Tavaya baxın, həm kənd çorbasını, çalatını əlavə edirəm. Yağlar. Yəni marketdəydi. Bunları yaxşı yumuşam. Deməli, suyu qurudu. Kərə yağı əlavə edib qovururam bunu. Deməli, çorban peşin qızarır. Üzərinə duz, sarı kök, sosta paprika əlavə edirəm. İftar üçün demək olar hər şeyi hazırladım. Burada bilinciklər hazırdır. İndi qızardacağım. Burada uşaqlar soğan yeyir, bizdə xoşlayırlar. Kələm turşusu və biraz pomidor elədim tez bazar onlara. Dünəndən biraz sadə aşım olub, onu da qızdıracağım. Burada indi elədiyim verməşil plov hazır. Və dünəndən küftəşkalı süpüm də var idi. Düyü ona görə süp eləmədim. Süp də var, hazır. Şimasanda oldu. Burada da kənd çorbasını baxın belə qızartdım. Bugünün iftar menüsü budur. Allah hər kəsin orucunu qəbul edesin inşallah.